Salam aleykum. Demək burada 250 qram 10% məhlul. 250 vur 10 bölü 100. Bu zaman həll olan olacaqdır 25 qram. Su da olacaqdır 250'dən 25 çıxanda 225 qram. İndi burada 175 qram su buxarlanır. Minus 175. Bu zaman 225'ten 175 çıxanda qalır 50 qram su və nə qədər çökür? Çökür də maddədən çökəcək də. Kütlə payı 20%. 20%-i 0,2 yazıram. Yuxarıda həll olan 25 minus m, aşağıda həll olanla həll edicinin cəmi 75 çıx m. Buradan m'i tapar. Buradan da m bərabərdir 12,5 edəcək. Burada deməli metan 550-600 dərəcədə parçalanır. Etenə və hidrogenə əmsallaşdırırıq və A molun 75% çıxımı, yəni çıxım sərf olma deməkdir. A molun 75% sərf olub. Bu deyilir 0,75A. Bura yazıram 0,75A. Bura yazıram x 2, x buradan bərabərdir 0,75A. Daha sonra metan parçalanır etinə və hidrogenə. Bura 2 yazıram, bura 3 yazıram. A molun 50% çıxımı A vurulsun 50 bölünsün 100 0,5A. 0,5A 2. Bura yazıram y 3. 3 vurulsun 0,5A bölünsün 2. Y də buradan 0,75A'dır. Yəni bunların hər ikisi bir-birinə bərabərdir. Doğru cavab D bəndi olacaq. 44-cü sualda deməli kükürt sıfırdan mənfi 2-yə gəlir. Yəni 2 elektron alır. Bir dənə kükürt 2 elektron alıbsa 4,5 mol kükürt nə qədər elektron alar? Eləyir 9 elektron alıb. Oksidləşdirici nə qədər alırsa, reduks edici o qədər verir. Təbii ki, əgər oksidləşdirici olan kükürt 9 elektron alıbsa, alüminium 9 elektron verəcək və bu zaman nə qədər alüminium burada iştirak edə bilmirəm. Ancaq biz bilirik ki, 1 mol alüminium 3 elektron verir. Nü də buradan 3-ə bərabər olacaq. 46-cı sualı nəzərdən keçirdək. 46-cı sualda deməli kalium sulfat disasas eləyir 2 dənə kaliuma və SO4. Bu kation, bu anion. Və görürsünüz ki, burada artan xəttlər var. Artan xəttlər sağda duranlar, yəni əvvəl yox idilər, sonradan əmələ gələnləri müəyyən edir. Və bir var yuxarıdakı xətt, bir var aşağıdakı xətt. Demək, bu əmsal çoxluğun lap yuxarıdadır. Yəni kalium lap yuxarıdadır, 32 kaliumdur. Aşağı 2 yazıram və görək bu zaman kalium sulfat nə qədər sərf olur. Çünki solda duran maddənin tənasüblə tapdığımız rəqəmi sərf olunan deməkdir. Nü də buradan bərabərdə 16 mol sərf olunur. Disasasiya dərəcəsi sözü sərf olunma dərəcəsidir, xəşlənmə dərəcəsi. Yəni bunun cibində baxın azalan xətt solda duran maddəni təmsil edir. Yəni qabaq bunun cibində 20 manat var idi, 16 manatın xəşlədir. Yəni disasasiya dərəcəsi, yəni bu qədər disasasiya elədi. Bu da deməli 80% edəcək. Doğru cavab B bəndi. 48-ci sualı nəzərdən keçirdək. 48-ci sualda deməli 2NO üstə gəl oksigen əmələ gəlir 2NO2. Mən bura yazıram deməli NO, bura yazıram oksigen, bura yazıram NO2. Başlanğıc yazıram, sərf yazıram, bir də son yazıram. Yəni son yəni tarazlıq. Bunu da belə ayıraq, diqqətlə qulaq asın. NO-nun başlanğıcı A mol, oksigenin başlanğıcı B moldur. NO2 sağda durduğuna görə başlanğıcı da olmur, sərfi də olmur. Bunların qabağını biz əmsallarını məhsula vuraq. Bu zaman solda duran əmsalı qədər sərf olur, qaldı A minus 2x. Bu da əmsalı qədər sərf olur, qaldı B minus x. Bu da əmsalı qədər alındı 2x. Bu da deyir ki, taralıq halında qabda bütün maddələrin qatlığı bir-birinə bərabərdir. Düz indi bunlar moldu. Amma bir həcm olduğuna görə elə molu həcmə böləndə qatlığı ilə dəyişməyəcək. Və taralıq halında bütün maddələrin qatlığı bərabər dediyinə görə soldan birini, sağdan birini götürüb bərabərləşdir. Məsələn, solda NO A minus 2x-dır. NO2 də deməli 2x-dır. A buradan bərabərdir 4x. İndi bu besinləşdirsən, solda oksigen B minus x qalıbdır. NO2 2x, B də buradan bərabərdir 3x-a. Vəssalam A 4x oldu. B
3x oldu. Bu da deyil bunların nisbəti. Bu da eləyəcək 4x bölünsün 3x. X'lar getdi. 4 bölünsün 3 A bəndi olacaq. 49-cu sualda özümüzdən bir qrafik çəkək. Həll olma əmsalı, temperaturdan asılılığı, deməli 20 dərəcə Selsidə həll olma əmsalı 250 qram bölü litrdir. 50 dərəcədə isə deməli bu 600 qram bölü litr. İndi yazıb ki 800 qram doymuş məhlul. Yazıram 800 qram doymuş məhlul. Bu zaman 50-dən 20-yə temperatur aşağı düşəndə çökmə olur. Gəlin görə nə qədər çöküb? M qram çöküb. Bu 800 qram 50 dərəcədəki məhluldur. Ona görə məhlulun altından bu 800-ün altından 50 dərəcədəki məhlul yazmaq lazım. 50 dərəcədə də həll olma əmsalı 600. Həll olma əmsalı həll olan deməkdir. Və həll olma əmsalı məsələlərində su da 1000'dir. Onda məhlul oldu 1600. Bunun altından 1600 yazıram. İndi çökməyə baxıram. 50 dərəcədə 600 idi həll olan, 20 dərəcədə 250. Yəni 350 çöktü. M də bərabərdir 175 çöktü. 800'ün 175'i getdi. Bu zaman 800 çıx 175 qaldı 625. Və V bərabərdir M bölünsün rho 625'i bölürəm. Sıxlıq da 1,25. Bu da eləyəcək 500. Doğru cavab 49-da deməli D bəndi olacaq. 50-ci sualı nəzərdən keçirdik. 50-ci sualda deməli kalsium xlorid disasasiya eləyir. Kalsium katyonuna və 2 dənə xlor anion. İndi qulaq asın. Bax, kalsium xlorid yazıram. Kalsium yazıram, da xlor yazıram. Başlanğıc yazıram, sərf yazıram, son yazıram. Kalsium xloridin başlanğıcı var. Sadəcə şərtdə göstərilmir, o var. Tutaq ki, X götürürəm. Amma kalsium iyonunla xlor iyonunun başlanğıcı və sərfi yoxdur. Və bu zaman biz belə deyək, bunların qabağına əmsalı işarələyək. Bu zaman bu A sərf olur. Onda qaldı X minus A. Deməli, bu sərf olandır, sərf olan. Yəni, disasasiya edən. Bu isə disasasiya etməyən. Hə, bunlar da deməli, əmsalı qədər alınacaq. Bu da yazılıb ki, burada iyonların ümumi sayı, yəni ümumi sayı nə qədər? Bu 2A'dır. Bunun qabağında 2 var, 2A. Ümumi sayı 3A'dır. Kalsium xloridin deməli, disasasiya etməmiş, yəni X minus A'ya nisbəti bərabərdir 2. 3A bərabərdir 2x minus 2A. Buradan deməli 5A bərabərdir 2x. 2'ye böləndə 2,5A bərabərdir x. Deməli kalsium xloridin başlanğıcı x idi. Bax, dairə almışam bax. Deməli kalsium xlorid əvvəl 2 tam, yəni x idi, yəni 2,5A idi. Və nə qədər disasasiya eləyib, yəni sərf olub disasasiya etdi mi? A'sı. Düzdürmü? Bu da deyir disasasiya dərəcəsini tap. Yəni ki, nə deməkdir disasasiya dərəcəsi? Yəni sərf olunanı bölürəm əvvəlki rəqəmlə. Yəni ki, sənin cibində 10 manat var, 5 manat xərcləmirsən. Deyirəm, bu neçə faiz eləyib? Bu disasasiya dərəcəsi deməkdir. 2,5A var idi cibində, A manatın xərcləmirsən. Yəni, bu da eləyəcək deməli 40%. Ona görə də 50-ci sualda doğru cavab deməli Y bəndində öz əksini tapacaq. 53-cü sualda deməli kalium hidroksid bir yana qeyd edin. 1'e 1 nisbətində turş duz verir. Amma 2 mol kalium hidroksid 1 mol CO2 ilə normal duz verir. İndi burada da baxın buna. Turş duz yazıb. Turş duz. Yəni bunların əmsalları eyni olmalıdır. Kalium OH-dan CO2'nin. Əgər kalium OH 2-dirsə, onda X də 2'yə bərabərdir. Bu getdi. İndi natrium hidroksid normal duz. Bayaq dedim, yəni natrium hidroksid də kalium hidroksid kimidir. 1'e 1 nisbətində deməli turş duz əmələ gətirir. Amma 2 nisbətində, 2/1 nisbətində, yəni natrium OH 2 olanda bu zaman normal duz əmələ gəlir. Və bu demək ki, normal duz əmələ gələndə natrium OH-ın əmsalı CO2-nin əmsalından 2 dəfə çoxdur. Əgər bu 2-dirsə, onda bu 1 olacaq. Y buradan 1'ə bərabərdir. Həmçinin magnezium karbonat üstə gələk CO2 üstə gəlinsin su. Bu zaman əmələ gəlir magnezium hidrokarbonat. Bunların əmsalları hamısı üçünün də eynidir.
Yəni əgər bu 2-dirsə, onda bunlar da 2-dir. Deməli Z də neçə oldu? 2 oldu. Məndən C-ni soruşmur. Çünki karbon dioksidin litrini soruşur. Ümumən 5-dir. Normal şərait dediyinə görə 5-i 22,4-ə böləndə 112 eləyəcək. 54-cü sualda A bərabərdir. Proton üstəgəl neytron. Proton kütlədə də 55-dir. Proton N-dir. Neytron N plus 5-dir. 50 bərabərdir 2N. N bərabərdir 25. Bir yana qeyd edirəm. N 25-dir. 25 də D elementidir. 3-dir, 4-dir yazıb 25-i tərsinə yazıram. 52. Əvvəlini yazaq. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Bundan qutardıq. Və burada tək elektron sayı, yəni axırıncıya baxırıq. 1, 2, 3, 4, 5. Yəni 5 dənədir. 5 dənə tək. Sonra burada ikincidə A bərabərdir. Proton üstəgəl neytron A 52-dir. Proton N-1-dir. N25 tapmışam, yəni 24. Üstə gəlinsin. Bunun neytronunu bilmirəm. M də buradan 28-ə bərabərdir. 24 də xromdur. 3D 5. 4S1 yazıb əvvəlini yazıram. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Burada da tək elektron deyəndə 1, 2, 3, 4, 5. Bu da 1, 6 dənə burada tək elektron var. Və bizə deyir ki, tək elektronların sayı eynidir. Xeyr, birində 5, birində 6-dır. Neytron sayı deməli bunda 30 idi, ancaq bunda 28-dir. Bu da eynidir. D elektronlar bəli, burada da 5 dənədir, burada da 5 dənədir. Bu düzdür. P elektronlar bəli, burada da 12 dənədir, burada da 12 dənədir. Bu da doğrudur. Amma S elektronları axıra baxın, birində 1, birindəki, yəni əvvəlləri hələ demirəm. Apros aydındır, yəni fərqlidir. Ona görə 3 ilə 4 olacaq. 55-ci sualda deməli C3H4 üstəgəl hidrogen əmələ gəlir C3H8. Deməli 2 mol C3H4. C3H4 yəni bu şəkildə yazırıq. Sigma 1, 2, 3, 4, 5, 6 dənədir. Həm də ki, siklik olmayan birləşmələrdə ümumi atom nə qədərdirsə, ondan bir vahid əski sigmadır. 7 dənə atom varsa 6 dənə sigmadır. 2-yə də vuranda deməli əvvəl 12 dənə sigma 2C3H4 deyil. Hidrogen də 8 moldur. Bir hidrogende 1 sigma var. 8-də də 8 və ümumən əvvəl 20 sigma var idi. İndi bu 2 mol, bu da 8 mol. Bura 1 yazıram, bura 2 yazıram. 2-ni 1-ə böləndə 2. 8-i 2-yə böləndə 4. Hansı kiçiksə o tam sərf olur. Demək C3H4 kiçik olduğuna görə tam sərf olur və mən C3H8-i C3H4-ün köməyi ilə tapacağım. Bu 2-yə bura yazıram nü 1-ə 1 tapıram ki, demək C3H8 2 mol oldu və dedi ki, C3H4 tam sərf olunur, hidrogen artıq qalır. C3H4 üstəgəl 2, H2 2-yə nüdür 1-ə 2. Nü bərabər 4 sərf olur. Əvvəldə 8 idi. 8-dən 4 çıxanda 4 də hidrogen qalır. Burada dedik 11 dənə atom var, amma sigma 1 vadəsi 10-dur. 2-yə vuranda 20 eləyir. Bu da 4 dənə 24. 24 də deməli 20-dən 24 bölünsün 20 1 tam 10-da 2 edəcəkdir.